Gənclər və İdman Nazirliyinin il ərzində müxtəlif idman federasiyaları ilə birgə dövlət qurumlarının əməkdaşları arasında təşkil etdiyi yarışların qalibləri artıq 3 ildir ki, ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edirlər. Mərakeşdə keçirilən 3-cü Dünya Korporativ Oyunlarında da Azərbaycan dövlət qurumlarının əməkdaşları uğurlu nəticələr əldə ediblər. Kişilər arasında voleybol və basketbol yarışlarında Fövqəladə Hallar Nazirliyinin komandaları bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıblar. Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Əli Bayramov isə stolüstü tenis yarışlarının bürünc medalını əldə edib. Sokarın mini futbol komandası 54 komandanın mübarizə apardığı yarışın final görüşündə Mərakeşi təmsil edən komandaya 1-0 hesabı ilə qalib gələrək 3-cü Dünya Korporativ Oyunlarının qalibi olub. Şahmat yarışlarında Azərbaycan Dəmir Yollarının əməkdaşı Sənan Quliyev qızıl medal qazanıb.